Salam, efirdə Region News'un informasiya buraxılışıdır. Sizinlə mən Turac İbrahimovayam. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Marneuli meriyasının bir əməkdaşını və onunla əlaqəli bir şəxsi külli miqdarda dələduzluq cəhdi faktı ilə ittiham edir. DTX-nın məlumatına görə meriya İnzibati Xidmətinin əməkdaşı 20 min kvadrat metr torpaq sahəsinin bölünməsi məsələsinin müsbət həlli müqabilində vətəndaşdan 60 min dollar tələb edib. Həmin məbləğdən əvvəlcədən 5 min Birləşmiş Ştatlar dolları götürüb. İstintaqa görə işdə meriya işçisi Rima Otaraşvili iştirak edir. Video görüntülərdə görünür ki, o vətəndaşa işin 100% həllini təklif edir. İranda vəziyyət getdikcə gərginləşir. Hazırki durum barədə materialımızda. Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İsrail İrana yeni hücum dalğası başlatdı. Eyni zamanda Beyrutdakı Hizbullah infrastrukturunu bombaladı. Livanda da Sidonun cənubundakı Fələstin qaçqın düşərgəsinin yaxınlığında partlayışlar baş verib. Bir neçə mülki şəxs və Livan ordusunun əskəri yaralanıb. İsrail ordusunun məlumatına görə İranın ali liderinin qərargah rəisi İrana hücum zamanı məhv edilib. Birləşmiş Ştatlar ilə danışıqlar apardığımız üçün heç bir səbəb görmürük. İran gözləyir. Birləşmiş Ştatlar ordusunun istənilən quru hücumuna müqavimət göstərməyə hazırdır. Qarşı durmamızın onlar üçün fəlakət olacağına əminik. İstənilən ssenariyə hazırıq. İran cavab verib ki, Bəhreyndə baş verən hücumlarda 32 nəfər yaralanıb. Dünya liderləri də baş verən hadisələrə reaksiya verərək münaqişənin şiddətlənməsi təhlükəsi barədə danışırlar. Bu əvvəllər heç kimin görmədiyi miqyasda baş verir. Onların hava hücumundan müdafiə sistemləri məhv edilib. Ona görə də artıq hava qüvvələri və hava hücumuna müdafiə sistemləri yoxdur. Bir daha İran inqilabının bütün üzvlərinə, hərbiçilərə və polisə müraciət edirəm. Silahlarınızı yerə qoyun. Sizi yalnız ölüm gözləyir. İran xalqının yanında durmağın və onlara ölkələrini geri almağa kömək etməyin vaxtıdır. Bunun üçün sizə toxunulmazlıq verəcəyik. Qarşımızda çox iş var. İsrail və Birləşmiş Ştatlar arasındakı əməkdaşlığa görə dostumuz Prezident Trampa bir daha təşəkkür etmək istəyirəm. Birlikdə hərəkət etməyə davam edirik və Allah qoysa missiyalarımızı birlikdə yerinə yetirəcəyik. Yaxın Şərqdəki vəziyyət gərgin olaraq qalır və cəmiyyət hadisələrin gedişatını izləyir. Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş idarəsinin əməkdaşları hakimin qərarı əsasında 4 yetkinlik yaşına çatmayan şəxsi qrup halında törədilmiş soyğunçuluq və oğurluq ittihamları ilə həbs ediblər. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılıq əsasında Tbilisidəki mağazalardan və aptek şəbəkələrindən müxtəlif dəyərlərdə məhsullar oğurlayıb, hadisə yerindən qaçıblar və mağazalara təxminən 30 min lari ziyan vurublar. Cinayət 8 ilə qədər həbs cəzasını nəzərdə tutur. Beynəlxalq Qadınlar Günü münasibəti ilə Marneulinin Mədəniyyət Mərkəzində Haydi tamaşasının nümayişi keçirilib. Tamaşa əzildikləri, dəyərsizləşdirildikləri, qeyri-bərabər rəftar edildiyi və stereotiplərin qurbanı olduqları bir cəmiyyətdə səslərinin aydın şəkildə eşidilməsini istəyən qadınların, xəyalları olan və maneələrə baxmayaraq mübarizəni dayandırmayan qadınların hekayəsindən bəhs edir. Marneulili idmançılar Tbilisidə keçirilən Avropa Veteran Cidoçular Kubokunda uğurla çıxış edərək müxtəlif çəki dərəcələrində 3 medal qazanıblar. Sandro Yakobaşvili qızıl, Emzar Kaldani gümüş, Rıza Abbasov isə bürünc medal əldə edib. Marneuli Bələdiyyəsi İdman Məktəbinin direktoru idmançıları uğurları münasibəti ilə şəxsən təbrik edərək onlara gələcəkdə də tam dəstək verəcəyinə söz verdi. Mən idmançılarımızı əldə etdikləri nailiyyət münasibəti ilə təbrik edirəm. Onlar idman məktəbimizin məşqçiləridirlər, öz sahələrinin peşəkarlarıdırlar. Onların bu uğurları öz şagirdləri üçün böyük stimul və motivasiyadır. İlk öncə çempionumuzu və mükafatçımızı təbrik edirəm. Çox yaxşı iştirak elədilər. Yarış
çox gərgin keçdi. Amma burada iştirak eləmək vacib idi. Çünki Avropa Dünya Çempionatına lisenziya əldə etmək lazım idi və buna nail oldu. Meriyamızın və İdman komitəmizin dəstəyi ilə Avropa Çempionatına hazırlaşacağıq və oradan ümid edirəm ki, bundan da yaxşı nailiyyətlə qayıdarım. Biz bu yarışa uzun zamandır hazırlaşırdıq. Biraz çətin yarış olsa da medal əldə edə bildik. Mən bundan əvvəl də 2 dəfə Gürcüstan çempionu olmuşam. İndi isə xaricdə keçiriləcək yarışa hazırlaşırıq. Mübarizə çətin olsa da öhdəsindən gəldik. Mən həmkarlarımı ürəkdən təbrik edirəm. Növbəti yarışda daha yaxşı nəticələr göstərəcəyimizə inanıram. Gürcüstanın Milli Fiqurlu Konki Sürmə komandasının üzvlərinə və Fiqurlu Konki Sürmə Federasiyasının nümayəndələrinə dövlət mükafatları təqdim edilib. Hökumət başçısı İrakli Qobaxidze qeyd edib ki, Gürcüstan qış olimpiya oyunlarında tarixi nəticə əldə edib. Tarixdə ilk dəfə ölkə qış idman növlərində olimpiya medallarını qazanıb. O, bu nailiyyətə görə hər bir idmançıya təşəkkür edərək onlara uğurlar arzulayıb. Qeyd etmək istəyirəm ki, bu gün sağlam prosesə baxmayaraq, təəssüf ki, bizim üçün bu sağlam prosesə, idmançılara bu sağlam prosesə zərər verməyə, nifaq salmağa, qarşı durma yaratmağa çalışan qüvvələr var idi. Amma onlar bunu edə bilmədilər. Birlikdə hamı, cəmiyyət, idmançılar, hökumət, dövlət əlimizdən gələni etdik. Bu çətinliyin öhdəsindən gələrək qalib gəldik. Bugün Prezident sarayında qeyd etdiyimiz qələbə məhz belə bir qələbədir. Baş nazirə, parlamentin sədrinə və komandamıza təşəkkür etmək istəyirəm. Əsas məsələ hər birimizin idmançıların, məşqçilərin, hakimiyyət orqanlarının, dövlətin, azarkeşlərin münasibətidir və qürurla bildirmək istəyirəm ki, son illərdə, xüsusən də son illərdə heç vaxt məğlub idmançını tərk etməmişik. Qalibə münasibət də çox vacibdir. Biz həmişə onların qələbəsini bölüşürük və ölkəmizin layiqli nümayəndələri olmaları üçün ölkəyə verdiyi töhfələri layiqincə qiymətləndirməyə çalışırıq. Və salam hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.